Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndələri. Bugün həqiqətən də biz neçə illərdir insan alveri ilə bağlı məsələni diqqətlə və həssaslıqla müzakirə edirik. Çünki bu həm də bir ölkənin imici ilə bağlı məsələdir. Azərbaycan torpaqları burada qeyd olunduğu kimi işğaldan azad olunandan sonra artıq beynəlxalq sənədlərdə Azərbaycanın tranzit ölkə kimi, mənşə ölkə kimi adının çox nadir hallarda xatırlandığını görə bilirik. Bu da bizim ən böyük uğurlardan biridir. Bu sahə spesifik bir sahə olaraq bir sıra kriminal sahələri əhatə eləyir. İnsan alveri həm də narkomaniya ilə bağlı, gender problemi ilə bağlı, uşaq hüquqları və başqa məsələlərlə bağlı bütün sahələri əhatə edir. Ona görə də ona qarşı mübarizə aparmaq xüsusi peşəkarlıq tələb edən məsələdir. Və bunun üçün də mütləq ən başlıca vacib məsələ həm dövlət orqanları ilə doğru koordinasiyanın qurulmasıdır, həm vətəndaş cəmiyyətlərinin bu sahədə peşəkar fəaliyyətinə imkan yaradılması və onların dəstəklənməsidir. Eyni zamanda ayrı-ayrı vətəndaşların və müəssisələrin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək, onlarla işbirliyini gerçəkləşdirməkdir. Və sevindirici haldır ki, Daxili İşlər Nazirliyi bütövlükdə bu sahənin məsuliyyətini dərk edərək əhatəli şəkildə bütün bu prosesləri tənzimləməyi bacarırlar və bu da bu sahədə olan kriminal fəaliyyətlərin azalmasının əsas səbəblərindən biridir. Burada məruzədə də qeyd olunduğu kimi artıq baş verən cinayətlərin 1%-ni belə təşkil eləməməsinin səbəbi odur ki, vaxtında qabaqlayıcı addımların atılması mümkün olur. Bu sahədə mən bizim parlamentin də yüksək səviyyədə bu addımlarda rolunu vurğulamaq istəyirəm. Hörmətli xanım sədr, sizin də təşəbbüsünüzlə burada bir neçə dəfə həm ictimai dinləmələr formatında, həm də elə konkret qanunların qəbul olunması formasında bizim dəstəyimiz ifadə olundu. Xüsusilə erkən nicahlara qarşı qanunvericilikdə bir mənalı olaraq sanksiyaların sərtləşdirilməsi, dilənçiliyin peşəyə çevrilməsinin qarşısının alınması ilə bağlı maddələrin qanun layihələrində dəyişikliklər formasında verilməsi, həm də bu sahəyə məşğul olan qurumların da fəaliyyətini xeyli asanlaşdırdı. Onlar üçün də bu böyük bir dəstək oldu. Burada əsas problemlərdən biri qeyri-hökumət təşkilatlarının bu prosesdə aktiv rolunu canlandırmaqdır. Hesab edirəm ki, Azərbaycanda bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları burada qeyd olunduğu kimi Təmiz Dünya İctimai Birliyi Mehriban Zeynalovanın rəhbərliyi ilə, eyni zamanda Qadın Hüquqları Müdafiə Cəmiyyəti Novella Cəfəroğlu'nun rəhbərliyi ilə və ən mühüm işlər görənlərdən biri də Kəmal Ağazadə bir xanımın rəhbərliyi ilə Uşaq Sığınacaq Reinteqrasiya Mərkəzinin fəaliyyəti. İnanın ki, bu reinteqrasiya mərkəzinin hər dəfə Facebook üzərindən paylaşımlarını görəndə insanların nə qədər ailə nəzarətindən kənarda olan uşaqların faciəsini anlaması üçün böyük bir maarifçilik işi kimi baxılır və sevindirici odur ki, Daxili İşlər Nazirliyinin heyəti də təkcə hansısa formada dəstəklə kifayətlənmir, həm də heyət vaxtaşırı ora baş çəkir, o uşaqlarla maraqlanır, onlara hədiyyələr aparır, onlara hansısa bir şəkildə gələcəkdə iş tapması, hansısa cəmiyyətə inteqrasiya olunmasına da köməklik göstərir. Və bunun təbliğ olunması, xüsusilə sosial şəbəkədə müsbət təsirini göstərir. Və biz bir şey anlamalıyıq ki, son vaxtlarda eşidirik, bir uşaq qəbirstanlıqda bir uşaq tapıldı, amma valideyn ondan imtina eləyir. Hansı valideyn uşağından imtina eləyirsə, cahillikdən yaxud da imkansızlıqdan, hansısa psixoloji sarsıntıdan dövlət o uşağa sahib çıxmalıdır. Xarici ölkələrdə belədir. Dövlət hətta valideyn nəzarətində olan, amma valideynin yaxşı davranmadığı uşağa belə dərhal sahib çıxır. Və bu da onu göstərir ki, dövlət uşaq müəssisələrinin sayı və infrastrukturu artırılmalıdır. Dərhal bu uşaqlar götürülüb dövlətin himayəsində böyüməlidir. Çünki bizə sağlam vətəndaş olduqca vacibdir. Prezidentin milli fəaliyyət planı ilə bağlı verdiyi sərəncamda hesab edirəm ki, çox şaxəli
bu problemlər əhatə olunub və bunun da həyata keçirilməsi istiqamətində atılan addımlar da təqdirə layiqdir və ümid edirəm ki, təkcə bu məşğulluq qurumları bir 18 min adamın işlə sertifikat verilməsi ilə kifayətlənməyib, həm də onların işlə təmin olunmasını təmin eləyəcəklər ki, bu sahədə problemlər azalsın. Diqqətə görə.